Doktor Seyfəddin klinikası spesifik bir klinikadır. Yəni başqa klinikalardan fərqli olaraq bizdə təbii sularla müalicə üstünlüyü təşkil edir. Bunu indi artıq izləyicilərimiz də bilirlər. Yəni dünyanın heç bir yerində eyni zamanda arı ilə, zəli ilə, qurbağa ilə, bitkilərlə, məzunlarla müalicə hamısı bir yerdə demək olar ki, yoxdur. Və o varlığın da hesabında təbii ki, orada bizim yüksək səviyyədə laboratoriyamızın olması, yüksək səviyyədə fizioterapiya kabinetimizin olması, yüksək səviyyədə tibb personalının olması, stomatoloji kabinetimiz peşəkar həkimdir Günlar xanım. Təbii ki, bunlar Anar bəy, hamısı bir yerdə yığışaraq, xüsusi olaraq bizim brendimiz miqrendir, baş ağrısıdır ki, bunun dünyada müalicəsi bizdədir. Çünki onun iynə dərmanla müalicəsi yoxdur. Hər zaman deyirəm, Azərbaycanda dünyada bir 2 milyard 800 milyon adamın, 1 milyard 800 milyon, Azərbaycanda 2 milyon 200 min adamın baş ağrısı var. Faiz etibarilə, say etibarilə. O da insanların genetik keçir. Bu gün gəlmişdi, Salyandan bir oğlan gəlmişdi, Vidadə adında. Deyirəm, nə bilirsə, deyirəm, bax, atanda varmı? Ata deyir, ağrı var. Qardaşında var. Yəni keçir. Keçir, yəni bu genetik keçir. Hərədə də hamıda bir cür olmur. Məsələn, bu Rusiyada yaşayan oğlan deyir, tutanda başım qaytarıram, öyürəm, başım bilmirəm neynim, heç nə kömək eləmir, heç bir ağrı kəsici kömək eləmir. Təbii ki, biz də yüzlərlə, minlərlə insanları baş ağrısından azad edirik. Dünyanın hər yerindən gələn, bizim dilimizi bilən adamları. Onunla yanaşı bütün növzov xəstəliklərini təbii sularla müalicə edirik. Sonra oynaq xəstəliklərinə, ürək-damar sistemi xəstəliklərində, xüsusilə də nevrozlarda, çətin müalicə olan nevrozlarda çox gözəl nəticələrimiz var. Bir də bundan başqa insanları gündəlik narahat edən qəbizlikdir, ishaldır, köpdür və xüsusilə cinsi zəiflik, prostat vəzinin problemləri. Yəni bütün saçdan dırnağa qədər bizdə bölgü yoxdur ki, təbii sularla böyrək həkimi, təbii sularla ürək həkimi, saçdan dırnağa qədər bizdə Anar bəy kompleks şəkildə bu müalicə gedir və çox şükürlər olsun ki, bugün insanlar artıq həkimlər öz ailəsi ilə gəlirlər ki, biz qanımızı durultmaq istəyirik, qan durultmaq üçün də zəldən istifadə edirik. Qabaqlar mənə çox pis baxırdılar, çox qəbul eləmirdilər insanları. İndi bəy o deyirsən, Abdu qardaş bilir, bizdə bu Kür tərəfdə bir zəli məskən olurdu qamışlıqlarda. O vaxtda bizim nənələrimiz gətirirdilər, bunu qoyurdular. Düzdür, onda da ağırlaşmalar olurdu, üstünü bilmirdilər. Biz bu gün onu elmi şəkildə, xüsusi olaraq demək, yetişdirilmiş, yəni o suda olan zəli xüsusi şəkildə yetişdirilmiş və heç bir ağırlaşması olmayan zəllərdən istifadə. Zəli qoyduran adam 6 ay tromb olmur, infarkt olmur, insult olmur. Çünki ürək-damar sistemi xəstələri dünyada və Azərbaycanda ölüm faizinə görə birinci yerdə. Təşəkkür edirəm həkim. Elə zəli qoyduran adamlardan danışsınız.